Ukrayna xüsusi qoşun növü yaradır. Rusiyanın hücumlarını zəiflədəcək yeni taktikaya hazırlıq. Artıq hava qüvvələrimizdə yeni qoşun növünün pilotsuz hava hücumundan müdafiə sistemlərinin yaradılması prosesindəyik. Mən şahidləri yüksək effektivliklə məhv edən yerli və xarici istehsal olan dronları nəzərdə tuturam. Reportun Şərq Avropa Bürosunun məlumatına görə bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı ordu generalı Aleksandr Sırski bir qrup jurnalistlərlə görüşündə bildirib. Ordu generalı qeyd edib ki, artıq onları tətbiq edirlər və proses qızğın mərhələdədir. Digər istiqamətləri də inkişaf etdiririk. Dronlarla mübarizədə yüksək effektivlik göstərən döyüş helikopterlərimizin sayını artırırıq. Hava şəraitindən asılı olaraq helikopterlərimiz bəzən öz sahələrində dronların 40%-nə qədərini vurur. Buna görə də bu istiqamətdə genişləndiririk. Bu helikopterlər düşməni gündüz, gecə müxtəlif hava şəraitlərində termal və infraqırmızı rejimlərdə görməyə imkan verən xüsusi sistemlərlə təchiz edilməlidir, deyə o bildirib.